Bəy, Azərbaycanda artıq, yəqin siz də müşahidə edirsiniz, hörmətli tamaşaçılar, artıq adi tənqidçilərin də susturulma mərhələsinə başlandı. Əlbəttə. İlhamı yox ha. Yəni adi o ümumi güzarandan, haqsızlıqdan, ümumi mövzuda şikayətlənənlər barəsində ölçü götürülür. Mən bir dənə hadisəni deyim, Qənimət bəy, dünən izlədim. Hakimiyyət televiziyalarından biri bir reportaj hazırlayıb. Laçın rayonuna bir soydaşımızı köçürdüblər, qaçqını, məcburi köçkünü. Bu da şikayətlənir ki, ya qardaş, biz buradan köçəndə 92-ci ilin yanvarına qədər işıq pulu, nə bilim nə, kommunal xidmətləri ödədiyim çekləri saxlayıb, məsuliyyətli vətəndaş olub. Və deyir ki, bax, mənə indi öz evimi veriblər, amma mənim həyətimdə də dədəmin, babamın bir artırması olub, başqa bir tikili olub. Böyük. Onu da göstərirlər. O da var, Qənimət bəy. Deyir, indi bizim haqqımızda qayıtmışıq bura, bu evi veribsiniz, çox sağ olun. Bunu da verin də, bunun kağızı da məndədir ki, mənim olub. Həmin o binanı göstərir. Orada indi o ərazi üzrə cavabdeh bir xanımı danışdırırlar. Deyir ki, bəli, bunların olub, amma biz yoxlamışıq, o yaşayış üçün əlverişsizdir. Komissiya qərar verib ki, o yaşayış obyekti ola bilməz. Ona görə oranı kimsə döndərib eləyib kafe. Adamın mülkiyyətini əlindən alıblar. Deyirlər ki, burada yaşamaq. Eləyiblər kafe, deyirlər ki, burada yaşamaq olmaz. Və ən önəmlisi, axırda bilirsiniz nə deyirlər? Yəni, reportaj belə bitir ki, bütün bu deyilənlərdən, görülənlərdən çıxan nəticə budur ki, filankəs Qarabağda aparılan tikinti, quruculuq işlərinə kölgə yaxmaqla məşğuldur. Bir onu əlavə eləmədilər ki, erməni bunu danışdırır. Erməni pərəst qüvvələr bunu danışdırır ki, Qarabağda bu cür işlər aparılır. Sən gəlib babanın, dədənin mülkünü niyə tələb edirsən? Və bu birinci belə hadisə deyil, Qənimət bəy, və mən bunu təsadüfi saymıram. Tamaşaçılarımızın yadına düşəcək, bir qədər əvvəl də Cəbrayıldan idi Zəngilandan bir zavallı kişini az qala Ramiz Mehdiyevdən betər vətən xaini çıxarsınlar. Bütün o trolların, bütün o jurnalistlərin onun əleyhinə yönəltdilər, reportajlar, statuslar yazdırdı. Niyə görə? Bu adam deyib ki, bizə verilən kompensasiya mı, plan mı qaydasında deyil və yaxud da azdır. Dilə gətirib. Bunun ahtlar arxivini tökdülər ki, bu mitinqlərdə çıxış eləyib ki, bəs torpaqlarımız qayıtsın, biz ayaq-yalın da ora getməyə hazırıq. İndi bu nədir? Kompensasiya istəyir. Kompensasiya tələb eləyir dövlətdən. Qənimət bəy, ona bir qanut durdular o kişiyə. Düşünərdin ki, bu kişi bizim yeraltı, yerüstü sərvətlərimizi uğurlayıb və peşkəş eləyib əcnəblərə, İrana, Turana və bunun ciddi bir cinayəti ifşa olunur. İkinci bir hadisəni də xatırladım. Üçüncü, bir dənəsi də Ağdamda olmuşdu. Adam evinin divarını çəkib göstərmişdi ki, bu yanığına davamı olmayan materialdan tikiblər, qəzalıdır. Abrın tökdülər ki, sən tikinti quruculuq işlərin, orada Müzəffər komandanın apardığı işləri görmürsən, süni şəkildə ajotaj yaradırsan. Bütün bunlar hamısı ona hesablanıb ki, tamaşaçılarımız, xüsusən Qarabağdan olanlar ehtiyatlı olsunlar. Sizin nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, adi məsələlərdən, hətta havadan, sudan, otdan, bitkidən də şikayət eləmək haqqınız əlinizdən alınıb. Onu dilə gətirən kimi sizin boynunuzdan o maddə asılacaq ki, Qarabağda görülən işləri Müzəffər Ali Baş Dəmir Yumruğun gördüyü işlərə xəlsəl gətirən bir şəxssiz. Qarabağ alınıb, torpaqlar alınıb, sakitcənə durun, nə otdan, nə havadan, ayaqqabının rəngindən, nə bilim, havanın çirkliyindən danışmaq olmaz. Ancaq tərif və dəmir yumruq. Vəssalam. Orada bir maraqlı məsələ də var. Belə bu Qarabağ mövzusuna girişmişkən, demək, həm də izləyicilər üçün maraqlı olar da bu məlumat. 2020-ci ildən indiyə qədər, dəyərli izləyicilər, 2020-ci ildə işğal olunmuş ərazilərimiz işğaldan azad ediləndən indiyə qədər həmin ərazilərin bərpası adı ilə 25 milyard manatdan yuxarı vəsaitin xərcləndiyini deyirlər və 2026-cı ilin sonuna qədər
bu rəqəm olacaq 30 milyard manat. 30 milyard manat. Azərbaycanın illik büdcəsinə aşağı yuxarı bərabər bir göstəricidir və yaxud da Azərbaycanın büdcəsindən hətta bir iki dəfə də artıqdır deyə bilərik. Niyə? Çünki büdcəyə ayrılan vəsaitin yarısı ən azı haqqən quru yerdən, heç bir belə tam məsuliyyətlə, yoxlamadan, planla, analiz eləmədən deyə bilərsən ki, yeyilir. Yəni, büdcənin yerdə qalan hissəsindən 2 dəfə artıq bir məbləğ o ərazilərin abadlığı üçün güya xərclənib və ortalıqda heç nə yoxdur. Heç nə yoxdur. Heç bir nəzarət yoxdur Qənimət bəy, heç bir şəffaflıq yoxdur və dediyimiz kimi Azərbaycan hökuməti böyük bir qorxu mühiti yaradıb ki, orada aparılan tikinti işləri, tenderlər filan barədə kim ağzını açıb danışsa vətən xaini elan olsun. Əslində bunu hər verilişdə təkrarlamaq istəyirəm. İlham Əliyev şəhidlərin qanından, qazilərin o yaralanan canından öz korrupsiyasının, zülmün maskirovka eləmək üçün istifadə edir. Fikir verin. Neft sektorunda baş verənlərlə bağlı yenə az para bizim iqtisadçılar nəsə yaza bilir, tənqid eləyə bilir. Qarabağla oradakı tikinti, tender işləri ilə bağlı yeganə yazan iqtisadçılardan məncə yeganəsi siyasətçi Qubad İbadoğlu idi. Qubad bəy də necə şərləyib susturdular, hamımız bilirik. Yəni orada Qənimət bəyin səsləndirdiyi rəqəm çox böyük rəqəmdir, əziz dostlar. Azərbaycan xərclənməlidir də, biz xərclənməsinin əleyhinə deyilik, amma necə xərclənir? Hansı işlər görür, hansı qiymətə qoyur o işlər görünür? Bu böyük sual altındadır. Çünki orada Qarabağda talan var. Qarabağda talan var. Və Qənimət bəy, yəqin sizə də çoxlu şikayətlər gəlir. Son 7-8 ayda Qarabağda çalışan, fəhləli eləyən azı bir 20-25 dəstə mənə şikayət göndərib ki, qardaş, pulumuzu ala bilmirik. Aylıq puldan da söhbət getmir. Yəni ayın başında vermirlər, tutaq ki, 3-4 gün gecikməyin məsələsindən danışmıram. Aylarla 4 ay, 5 ay, 7 ay əmək haqqısını almayan fəhlələr var. Çoxun bezdirirlər ki, deyirlər ki, gedəcək də, bezib gedəcək. İşlədirlər 1-2 ay, sonra verirlər. Və bu şəraitdə yaradırlar ki, heç kim şikayət eləməsin, dillənməsin, Qarabağı tikirik. Halbuki bu pullar ayrılıb, hansı tenderlər həyata keçirir, hansı şirkətlər tikir, necə tikir, hansı müsahibədən çıxıb, hansı qiymətə tikir, bu barədə heç bir xəbər yoxdur. Qalan ərazilər də var idi ki, bu kənd təsərrüfatına yararlı, öz şirkətləri ilə, ailə şirkətləri ilə bölüşdürüblər. Qarabağ əhalisinə də deyirlər ki, hələ ki, bura turist kimi gəlin, gəzin, baxın, sonra baxarım. Keçən verilişdə danışdıq, Qənimət bəy, İlham Əliyev yenə o yalanı, manipulyasiyanı təkrar elədiyinə görə, o yalan deməkdən çəkinmədiyi kimi, ar eləmədiyi kimi biz həqiqəti təkrar eləməkdən utanmamalıyıq, yol verməliyik. 70 min deyir, insan köçüb Qarabağa. 70 minin 7 mini sakindir, əziz dostlar, 7 mini. Qalanlar hamısı o şirkət işçiləridir, hərbiçilərdir, polisdir, prokurorluqdur, tələbələrdir. 5 illərin ərzində 7 min insan köçüb. Mənlə razı olarsınız ki, o 30 milyardın, tutaq ki, 10 milyardı birbaşa insanların özünə yönəlsəydi ki, sizin orada yerləşməyiniz üçün, hətta dövlətin vahid formada müəyyənləşdirdiyi qaydalar əsasında evinizi tikin, eşiyinizi tikin, bundan daha çox, daha sürətli şəkildə insanlar gedib orada yerləşdirilər. Qarabağda təkrar eləmək istəyirəm, böyük bir talan var. Sizin gətirdiyiniz rəqəm bunun baş aşkar nümunəsidir. İkinci bir tərəfdən, yəni həm büdcədən uğurlayırlar, həm də ki, oradakı qalan torpaqlar var idi. Onları da qanunsuz olaraq, heç bir torpaq islahatı olmadan, insanlara müzakirə olmadan, mülkləri birləşdirirlər, torpaqları birləşdirirlər, ərazi dəyişikliyi yaparlar və istismar eləyirlər. Azərbaycan xalqının nə vaxt cavab veriləcək və yaxud da hesabat veriləcək. İndi orada konkret şirkətlər var da, balıqçılıqla, inəkçiliklə, nə bilim, qatırçılıqla, taxılçılıqla məşğul olan. Onların gəlirləri nə qədərdir? Bax, niyə Azərbaycan hökuməti, kənd təsərrüfatı, sonra müxtəlif işlər üzrə nazir Mikayıl Cabbarov çıxıb demir ki, 5 il ərzində oradan 5 kilo
kartof çıxartdıq, pomidor çıxartdıq. O da büdcəmizə 5 manat xeyir. Yoxdur, heç o barədə heç bir şey hesabat yoxdur. Çünki ailə təsərrüfatlardır bunlar, Qənimət bəy. Qarabağ Əliyev ailəsi. yadelli işğaldan xilas olub şəhidlərimizin, qazilərimizin sayəsində. Yadelli işğaldan xilas olub düşüb milli işğal. Milli işğal altına mən deyəcəkdim. Milli işğal altına düşüb və ona görə də ağılla gəlməz dərəcədə nəhəng korrupsiyalar var. İndi həmin o Qarabağ zonası Azərbaycan korrupsiyasının ana vətəni elan edə biləcəyimiz bir ünvana çevrilib, dəyərli izləyicilər. İndi rəqəmi dedikdə 5 ildə 25 milyard ilə ortaya 30 milyard olacaq, bəli. İndi olacaq 30 milyard. Orada nə qədər iş görülüb ki? Orada mən fikirləşən 5-6 milyardlıq bəlkə də gerçəkdən iş görürlər. Amma onların da bəlkə xeyli hissəsi zaddır. Bu İlham Əliyevin otelləri, planları. Adam özünə ailə biznesi olaraq otel tikir. Orada açılan bütün oteller, bu günlərdə birində Şuşada göstərdilər, 7-8 ulduzlu super bir otel plan. Adam özünə otel tikib, ailəsi üçün də biznes təsərrüfatı olaraq, biznes işi olaraq. Bunu yıxırlar büdcənin boynuna ki, büdcə vəsaitləri hesabına tikirlər. Sonra da məngəliyirlər, keçirdirlər, kitabdan kitaba salıb öz adlarına. Və o qədər pulun paranı da başına daş salıblar. Heç bir hesabat da yox ortalıqda. Natiq bəyin dediyi kimi, orada kim nə əkir, kim nə biçir, ümumiyyətlə nəsə əkilib biçilirmi? Biz nədir gördüyümüz sonra qızıl-mızıl çıxardılar. Təzədən oraya gətiriblər bu haqqı hesabı Rıza vəzirini. Söyüdlüdə cəmaatın başına oyun gətirən həmin Rıza vəzirini təzədən gətirib İlham Əliyevin ailə şirkətinin başçısı olaraq qoyublar ora. Oranı da zəhər yeyəcəklər. Oradan ümumiyyətlə nə qədər metal çıxır, nə qədər qiymətli metal çıxır, nə qədər elə-belə metal, dəmir-dömür çıxır. Heç bir nəyi yoxdur, heç bir hesabatı planı yoxdur və belə görünür ki, açığı heç olmayacaq da. Çünki artıq cəmiyyət hesabat veriləcək bir ünvan olaraq qalmayıb Azərbaycan cəmiyyətini. Hesabat veriləcək bir adres kimi İlham Əliyev tanımır. Tanımır da, yəni heç vecinə də almır ki, belə bir xalq var və o xalqın söhbət yalnız informasiya almaqdan getmir. O xalqın özünə məxsus olan əmlakın, pulun, sərvətin hara, hansı istiqamətlərə yönəldiyi ilə bağlı məlumat almaq hüququ var. O, belə şeyləri hesab eləmir. Mənimdir, özüm bilərəm. Kimə nə dəxli var